Gəlin bir anlığına Mattanın, Markın və eləcə də Lukanın İncilini sadəcə olaraq ötəri də olsa gözümüzün önündən keçirək. O kitablarda müjdə İsa Məsihin anadan olması ilə başlayır. Amma Yəhyanın İncilində isə belə deyilir, əzəldən kəlam mövcuddur. Sanki mübaliğəli şəkildə demiş olsaq, təsəvvür edin ki, Həvvari Yəhya xitabən Mattaya, Marka, Lukaya belə müraciət edir. Ey mənim Həvvari qardaşlarım, İsa əzəldən mövcuddur. Dünya olmamışdan qabaq o mövcuddur. Amin. Və biz burada görürük ki, həqiqətən İsa əzəldən mövcud olmuşdur. Və o yaratmaq, insanlara xilası bilavasitə göstərmək üçün günlərin bir günü o aramızda bədən formasında özünü göstərdi.